Əldə etdiyimiz məlumatlardan görünən odur ki, həbsxanada inanclı xanımlara işgəncə verilir. Seydə Şəhla xanımın hicab paltarı cırılıb, ayağı sınıb və buna görə əməliyyat ediləcək. Ayağını gipsə qoysalar da, sonradan məlum olub ki, topuq nahiyəsində sümük aralanması yaranıb. Şəhla xanımın ayağı çürüyüb və qoxu əmələ gəlib. Üstəlik nəzərə alsaq ki, Şərqiyyə Sadıqovada qan qusma halları olub, buradan məlum olur ki, xanımların vəziyyəti heç də yaxşı deyil. Nigar Bağırova aclıq aksiyasını davam etdirdiyinə görə səhhəti kəskin pisləşib. Buna baxmayaraq ona heç bir həkim müdaxiləsi və yardım edilmir. Aclıq aksiyası keçirən bəzi xanımların ağzını zorla açaraq yeməyi yedizdiriblər. Məhkəmə zamanı isə bildirilib ki, məhkəmədə iştirak edən və iştirak etməyən, yəni hələ həbs edilməmiş şəxslərin istintaqı davam etdiyinə görə xanımların həbs müddəti daha 2 ay müddətinə uzadılıb. Məlumata görə indiyə qədər fəaliyyəti olan ən əsas Fələstin və Qəzza məsələsində aktivlik göstərən xanımların barəsində araşdırma aparılır. Bu da onu göstərir ki, Cuhud rejiminin Azərbaycandakı mərkəzi həbs dalğasını davam etdirəcək və digər xanımlar da hədəfdədir. Bir sözlə, ehsan süfrəsi bir bəhanə idi və repressiya kəskin formada davam edir. Sonda onu da qeyd edək ki, Şəhla Fərəcova həbsxanadakı vəziyyəti belə təsvir edib. Başımıza oyun açırlar.